Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid aldıq. Qonağımız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin təhlil və layihələrin idarə edilməsi şöbəsinin müdiri Səbinə xanım Bağırovadır. Səbinə xanım, xoş gəldiniz. Xoş gördük. Mən də öz adımdan dinləyicilərimizi və izləyicilərimizi salamlayıram. Çox sağ olun dəvət üçün. Səbinə xanım, biz ətraflı indi söhbət edəcəyik, amma bir qədər öncə mən verilişimizdə qeyd etdim ki, dekabrın 5-dən 11-nə kimi Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Yaradıcı Həftə 2025 çərçivəsində Baku Sinema Briz Beynəlxalq Film Festivalı keçiriləcək. İslam Əməkdaşlıq Təşkilatının tərəfdaşlığı ilə təşkil olunan festival hazırda dünyanın 40-dan çox ölkəsindən kino istehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir araya gətirir. Bu dinləyicilərimiz üçün bir qısa məlumat idi. Amma mən istərdim siz daha geniş Baku Sinema Briz haqqında, bu beynəlxalq film festivalı haqqında dinləyicilərimizə məlumat verəsiniz. Bəli, tamamilə doğrudur. 5-11 dekabr tarixlərində Baku Sinema Briz festivalını həyata keçirməyi planlaşdırırıq. Bu artıq ikinci Baku Sinema Briz festivalıdır. Keçən il biz bunun birincisini, debütünü həyata keçirmişdik və belə deyək, Baku Sinema Brizi daha çox film festivalı kimi yox, Azərbaycanı belə deyək, regionda kino mərkəzinə çevirmək məqsədi ilə yaratdığımız bir platformadır. Platforma rolunu oynayır bu festival və festivalın əsas tədbirlərindən biri də hansı ki sırf kino həvəskarlarını, kino prodüserlərini, dövlət nümayəndələrini bir araya gətirəcək tədbirimiz 8-9 dekabr tarixlərində keçiriləcək Şərq ölkələrinin kino marketidir. Bu marketdə də əsas məqsəd dediyim kimi hər kəsi bir araya gətirməkdir və Azərbaycanın coğrafik yerləşməsini nəzərə alaraq biz Avropa və Asiyanın arasında yerləşdiyimiz üçün bu bizə bu çox əlverişli bir imkandır və burada biz həm Asiya ölkələrindən, həm Avropa ölkələrindən, həmçinin tədbirimiz İslam Əməkdaşlıq Təşkilatı ilə ortaq həyata keçirildiyi üçün İslam ölkələrindən də kino mütəxəssislərini, prodüserlərini, istehsalçılarını dəvət etmişik. Artıq müəyyən bir təcrübə qazanmışıq. Amma Arka üçün məsələn nə qazandırdı? Belə deyək, bu tədbirin əsas məqsədi daha çox Arka üçün deyil də kino istehsalçıları üçün, kino sənayesi istehsalçıları üçün bir şeylər qazandırmaqdır və onları xarici mütəxəssislərlə bir araya gətirib bir-birləri ilə təcrübə mübadiləsi aparmaqdır. Misal üçün keçən il nə qazandırdı desək, keçən il bizim bir sıra dəvət etdiyimiz xarici peşəkarlarla yerli prodüserlərimiz əlaqə yaratdı və artıq bu il iki filmin istehsalı sırf keçən il Baku Sinema Briz çərçivəsində belə deyək, bağlanan razılaşma nəticəsində həyata keçirilir və bu da demək olar ki, yəni bizim ortaq uğurumuzdur. Mən belə başa düşdüm, artıq yeni əməkdaşlıqlar üçün çox böyük bir yol qət edirik. Arka hansı pozitiv ssenarilərə daha hazırdır? Hal-hazırda bildiyiniz kimi bu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin 29 may 610 nömrəli sərəncamı və Nazirlər Kabinetinin 196 nömrəli qərarı ilə xarici istehsalçılar üçün Azərbaycan ərazisində belə deyək, çəkdikləri xərcin geri ödəməsi qaydaları təsdiqlənmişdir. Bu isə o deməkdir ki, artıq xarici istehsalçılar Azərbaycan ərazisində çəkiliş etdiklərində 40%-ə qədər geri ödəmə imkanı yaranır onlar üçün və bizim də daha çox belə deyək marağımızdadır ki, tədbirimiz zamanı tədbirimizə cəlb olunan xarici istehsalçılar Azərbaycanı bir çəkiliş məkanı kimi tanısınlar və növbəti layihələri üçün nəzərdən keçirsinlər. Artıq varmı təcrübədə belə bir rebate sistemi? Rebate sistemi bu ildən qüvvəyə minib və buna baxmayaraq ötən 3 il ərzində Azərbaycan ərazisində hardasa 30-a yaxın xarici layihə istehsal olunub. Bunlardan 5-i tam metrajlı filmdir və 5-indən
İkisi Netflix layihəsidir, digər üçü isə Amazon Prime layihəsidir. Beynəlxalq belə deyək platformalardır və orada nümayiş olunur və nümayişi planlanır bu layihələrin. Bu isə Azərbaycanın beynəlxalq arenada nəinki çəkiliş məkanı kimi, həmçinin turizm potensialının artırılması üçün böyük bir töhfə verir. Əlavə olaraq da son çəkilişlərdən Yaponiyadan bir istehsal şirkətinin Netflix üçün yeni bir layihəsi, bədii tam metrajlı serialı Azərbaycanda çəkilişləri yekunlaşmışdır və həmin çəkilişlər üçün də müəyyən dəstəyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən göstərilmişdir. Bu əslində çox gözəl bir təcrübədir. Çünki müxtəlif beynəlxalq miqyaslı, beynəlxalq səviyyəli mütəxəssislər ölkəmizə gəlir, ölkəmizi tanıyır, müxtəlif yerləri kəşf edir, çəkilir və Doğrudur. beynəlxalq səviyyədə bizim Azərbaycanımız tanınır. Bu gözəl bir xüsusiyyətdir. Atatürk Dünyası Animasiya Festivalı bu il də ikinci dəfə keçiriləcək. Bu barədə istərdim danışaq. Türk Dünyası Animasiya Festivalı bu 2023-cü ildə təsis olunan Türk Dünyası Animasiya Assosiasiyası tərəfindən həyata keçirilən bir festivaldır. Həmin assosiasiyada 2023-cü ildə Azərbaycanda keçirilən Bakı Mədəni və Yaradıcı Sənayilər Həftəsi çərçivəsində imzalanan belə deyək təsis olunan assosiasiyalar arasındadır. Onlar artıq ikinci dəfədir həyata keçirirlər festivallarını və festivaldan əlavə olaraq assosiasiyanın festivaldan kənar fəaliyyəti də mövcuddur. Türk dövlətləri, türk dilli dövlətlər xarici festivallarda bir belə deyək, bir pavilyon, bir şəbəkə altında artıq çıxış edə bilirlər. Bunu bir misal gətirim. Keçən il Fransada Annecy şəhərində keçirilən animasiya festivalında Ata Assosiasiyanın pavilyonu mövcud idi və orada nəinki Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə ortaq birgə layihələrini təqdim edirdilər. Bu isə regionda olan animasiyanın inkişafına daha çox təşviq edir. Çünki artıq burada bir neçə ölkə birləşir və xüsusən də türk dilli dövlətlər və birgə bunun təşviqini həyata keçirdirlər. Bu il isə Ata Animasiya Festivalı Baku Sinema Bris çərçivəsində keçiriləcək, sizin də vurğuladığınız kimi və onların nümayişləri planlaşdırılır. Həmçinin maraqlı master-klasslar olacaq yerli animatorlar üçün və panel müzakirələri həyata keçiriləcək. Maraqlıdır. Ata Türk Dünyası Animasiya Festivalından əlavə Sinema Brizdə nələr var? Baku Sinema Bris təkcə kino sənayesini deyil, oyun sənayesini də özündə cəmləşdirir. Bu baxımdan bizdə Turkic Game Jam beynəlxalq oyun hakatonu var. Bunun seçim mərhələsi bu ilin aprel ayında Qazaxstanda həyata keçirilmişdi. Hal-hazırda isə final mərhələsi Bakıda, Bakı Sinema Bris çərçivəsində keçiriləcək və burada biz artıq təkcə kino deyil də demək olar ki, bütün audiovizual sənayenin nümayəndələrini bir yerə cəmləşdirəcəyik. Səbinə xanım, Sinema Talks-un bu ilki formatı maraqlıdır. Ümumiyyətlə, bu cür müzakirələr nə ilə yadda qalır? Keçən ildə bu cür müzakirələr əslində çox yadda qalmışdı. Keçən ilə nəzər salsaq, bu ildə həmçinin yadda qalan və əsas odur ki, nəticələri olan müzakirələr həyata keçirmək istəyirik. Cinema Talks panel müzakirələrimiz bu il 3 əsas istiqamətdə olacaq. Birincisi, bayaq da vurğuladığım kimi geri ödəmə film komissiya istiqamətində mövzulara toxunulacaq. Xarici mütəxəssislərlə yerli mütəxəssislərin fikirlərini dinləyəcəyik bunun haqqında. Digəri, biz bir belə deyək, dövlət paneli həyata keçirmək istəyirik. Harda ki, Özbəkistan, Qazaxıstan, Türkiyə, Azərbaycan kino agentliklərinin, kino qurumlarının rəhbərləri çıxış edəcəklər və nəticədə maraqlı müəyyən müqavilələr imzalanacaq.
Səminə xanım, keçən ilki Baku Sinema Brizlə bu ilki Sinema Briz arasında nə kimi fərq olacaq, yeniliklər olacaq? Bu ilki Bakı Sinema Briz artıq daha geniş miqyaslı olacaq. Çünki artıq 50-dən çox ölkənin iştirakının biz təsdiqini almışıq və əlavə olaraq da Baku Sinema Briz bu il İslam Əməkdaşlıq Təşkilatı ilə ortaq həyata keçirildiyi üçün və Bakı Mədəniyyət Həftəsi çərçivəsində olduğu üçün daha çox sayda xarici qonaq biz belə deyək Bakıda qarşılayacağıq. Həmçinin nümayişlərimiz həyata keçiriləcək və bu il Baku Sinema Briz çərçivəsində həmçinin Bakı Beynəlxalq Film Festivalı keçiriləcək. Keçən ildə bizim festivalımız çərçivəsində keçirilmişdi. Bu il də eyni qaydada bizim festivalımız çərçivəsində keçiriləcək. Amma bizim İslam ölkələrinin kino günlərindən fərqli olaraq Bakı Beynəlxalq Film Festivalında həmçinin müsabiqə də həyata keçirilir. Orada mükafatlandırma mərasimi də həyata keçiriləcək. Mən elə onu soruşmaq istəyirdim ki, müxtəlif ola bilər hədiyyələr, mükafatlar varmı? Və ümumiyyətlə festivallar necə bölünüb? Yəni məlumat varsa, zəhmət olmasa bizə verərdiniz günləri. Bakı Beynəlxalq Film Festivalı belə deyək, tarixlərimiz tamamilə eynidir. 5-11 dekabr olaraq Bakıda belə deyək bir mədəniyyət bayramı, kino həftəsi keçirməyi planlaşdırırıq. Ona görə bütün nümayişlərimiz paralel olaraq həyata keçiriləcək. Məkan olaraq? Nizami Kinoteatrında, əlbəttə ki, Nizami Kino Mərkəzində və əlavə məkanlar haqqında da bizim bakusinemabriz.az veb-saytında məlumatlar yerləşdirəcək artıq tədbirə daha yaxın bir zamanda. Bundan əlavə olaraq Mədəniyyət Festivalı çərçivəsində Baku Sinema Brizdən əlavə həmçinin digər tədbirlər də həyata keçiriləcək mədəni və yaradıcı sənayilər istiqamətində. Bu May forumdur, mədəni və yaradıcı sənayələrin forumu. Burada da panel müzakirələri həyata keçiriləcək. Creative Village, yaradıcı kənd biz bunu adlandırırıq. Orada yaradıcı sənayələrin sərgisi həyata keçiriləcək və My Expo. O da həmçinin yerli sənaye nümayəndələri üçün öz əl işlərini, öz şirkətlərini xarici belə deyək nümayəndələrə və yerli bazara tanıtma imkanı yaradacaq. Xarici qonaqlar dediniz, xarici nümayəndələr olacaq yəqin ki. Bax, master klasslar, ümumiyyətlə hansı bir dərslər nəzərdə tutulurmu? Əlbəttə nəzərdə tutulur. 8-9 dekabrda əsas tədbir günlərimizdə paralel olaraq master klasslar həyata keçiriləcək. Bu xəttatlıqla bağlı master klasslar olacaq. Bayaq vurğuladığım kimi animasiya istiqamətində, oyun sənayesində, həmçinin digər yaradıcı sənayələr istiqamətində də master klasslar həyata keçiriləcək. Ona görə bütün dinləyicilərə, izləyicilərə tövsiyə edirəm ki, bizim veb-saytımızı izləmədə qalsınlar. Orada daha ətraflı məlumat yerləşdiriləcək və ən önəmlisi də tədbirlərimizə giriş tamamilə belə deyək də açıqdır. Ödənişsiz. Bəli. Səminə xanım, mən də işçiyəm, mən məsələn aparıcıyam, amma sizdə də yəqin ki, komanda böyükdür, mənə də maraqlıdır. O pərdə arxasında nə qədər insan çalışır Baku Sinema Brizdə? Bax, çox gözəl bir sual verdiniz. Komandamız bəli kifayət qədər böyükdür, çünki festival özü də çox geniş miqyaslıdır və çox xahişəlidir. Komandamız hardasa hal-hazırda demək olar ki, bütün Azərbaycan Respublikası Kino Agentliyinin kollektivi və Mədəniyyət Nazirliyinin aidiyyatı şöbələri bu istiqamətdə çalışırlar. Tədbirin siz qonaqlar və izləyicilər üçün daha yaxşı həyata keçirilməsi üçün. Çox gözəl. Bir mesaj olaraq, bax, Baku Sinema Briz bu ilki mesajı nə ola bilər? Əslində bu il bizim belə bir sloqanımız var ki, bu ilki Baku Sinema Brizin əslində çox gözəl məqama toxundunuz. Belə bir sloqanımız var ki, hekayələrin, texnologiyaların və mədəniyyətin dalğasının altında sloqanı ilə tədbirimizi belə deyək elan etmişik və bu istiqamətdə də istəyirik ki, elə o cür yadda qalsın həm mədəniyyət, həm texnologiya, həm
hekayələr, yəni ki, yeni filmlər, layihələr və s. Səbinə xanım, beynəlxalq festivallarda da təcrübələriniz var. Bax, nələri gözləməliyik bu səfərlərdən? Biraz bizə məlumat verərdiniz. Daha çox festivallar dedikdə sırf Azərbaycanın belə deyək, misal üçün film komissiyası, çəkiliş məkanı olaraq təbliğ olunması istiqamətində müəyyən film marketlərində iştirak edirik, beynəlxalq film marketlərində. Bu marketlərdə demək olar ki, rəqabət çox böyükdür, amma buna rəğmən Azərbaycanın belə deyək, unikal məkanları, unikal təbiəti və özündə həm belə deyək, Avropa arxitekturasını cəmləşdirdiyi üçün, həm Asiya, həm postsovet ölkələrinin memarlığını özündə cəmləşdirdiyi üçün Azərbaycan çox orada rəqabətə davamlı bir çəkiliş məkanı kimi çıxış edir və əlavə olaraq da bu ildən etibarən artıq geri ödənmə sisteminin qaydalarının təsdiqləndiyi üçün bu bizim əlimizə böyük bir belə deyək, təbliğat mexanizmi verir. Ən son iştirak etdiyimiz maraqlı festivallarımızdan, marketlərimizdən Koreyada keçirilən Busan Beynəlxalq Film Festivalı çərçivəsində Asiya Beynəlxalq Məzmun Marketidir və bu marketdə bizim artıq ilk marketimiz idi ki, biz orada artıq bizim də rebate qanunumuz var deyə xarici istehsalçılara təqdim etdik. Bu da çox böyük maraqla qarşılandı. Çox yaxınlaşanlar olurdu, xüsusən Asiya ölkələrindən bizim qonşularımız da yaxınlaşırdı. Qazaxıstan, Qırğızstan, onlar çox aktiv iştirak edirlər həmçinin o marketlərdə və bununla bağlı çox pozitiv belə deyək, təkliflər və rəylər aldıq xarici istehsalçılar tərəfindən. Səbinə xanım, az öncə sərgi dediniz, biraz marağımı çəkdi. Sərgi çərçivəsində nələr olacaq? Şərq ölkələrinin kino sərgisi çərçivəsində Orient Country Cinema Market, o marketdə daha çox belə deyək, bir neçə istiqamətdə olacaq orada istehsal şirkətləri və qurumlar. Burada əlbəttə ki, bizim yerli festivallarımız da orada sərgidə iştirak edəcəklər öz stendləri ilə. Bu Bakı Beynəlxalq Film Festivalıdır, Sinema Mobil Filmlər Festivalıdır, Animasiya Festivalıdır beynəlxalq və Doku Baku Sənədi Filmlər Festivalıdır. Həmçinin istiqamətlərimizdə, istehsal istiqamətlərimizdə, şirkətlər istiqamətində burada həm distribüsiya ilə məşğul olan yerli və xarici şirkətlər olacaq, həm yerli çəkilişlər və xarici çəkilişlərlə məşğul olan istehsal şirkətləri, dövlət qurumları, bizim artıq belə deyək, təsdiq aldığımız bir neçə ölkə var ki, hansını ki mən artıq açıqlaya bilərəm. Türkiyə iştirak eləyəcək, Pakistan iştirak eləyəcək, əlavə olaraq Qazaxıstan, Özbəkistan, bunların dövlət nümayəndələri, həmçinin belə deyək, özəl sektordan şirkətlər iştirak eləyəcək. Bu da çox böyük bir fürsətdir ki, yerli istehsalçılar, yerli kino həvəskarları bu ölkələrin də kino sənayesindən yaxından tanış ola bilsinlər. Bizim dinləyicilərimizə, Sinema Radionun izləyicilərinə siz Səbinə Bağırova, bax, Sinema Briz Film Festivalına necə dəvət edərdiniz? Dekabr ayının soyuğundan biraz da olsa qaşınmaq istəyirlərsə və könüllərini isitmək istəyirlərsə 5-11 dekabr tarixlərində Nizami Kino Mərkəzindəki nümayişlərimizə və 8-9 dekabrda kino marketimizə hər birini dəvət edirik. Master klasslarımızda iştirak edin, sərgimizə qonaq olun. Səbinə xanım, çox təşəkkür edirəm sizə. İşlərinizdə uğurlar arzu edirəm və təşəkkür edirəm ki, gəldiniz. Mən təşəkkür edirəm, çox sağ olun. Sinema Radio, Sinema Radio, Sinema Radio.